Salam hər bir kəsə, ümid edirəm ki, hər kəs yaxşıdır. Mən Bəşir Bayev. Bugünkü videoda ismin yaykalı, yəni positive case mövzusunu izah edəcəm. Öncəki videolarda da olduğu kimi bu videoda da qaydanın detallı formada izah olacaq və ondan sonra sizlər üçün hazırladığım nümunə suallarla tanış olacaq. Hansı ki, sizlər üçün suallar hazırlamışam və o nümunə sualları bir yerdə işləyəcək və ənəvi olaraq da sizlərdən soruşacağım suallar olacaq. Gəlin vaxt itirmədən başlayaq. Bilirsiniz ki, Azərbaycan dilində ismin halları var. Adlıq, yerli, yönlü, yerli və çıxışı və s. Bəs yaxşı, ingilis dilində biz bunu necə istifadə edəcəyik? Məsələn, mən demək istəyirəm ki, mənim qardaşımın kitabı və yaxud da ki, məsələn, Alexin maşını və s. Bu bizdə yayk haldır. Hansı ki, bizdə ın üstü 4 kimi Azərbaycan dilində istəyəcəkdir. Məsələn, ın, in, un kimi olur. İngilis dilində isə bunun düzəlmə istəyəcəyini baxacaq. Demək, ingilis dilində yaykalı iki formada düzəltmək olacaq. Canlıların yaykalı və cansızların yaykalı olaraq iki yarım qrupaya bölünürlər. İlk öncə gəlin başlayaq canlıların yaykalını. Uşaqlar, gördünüz ki, əgər söhbət canlı və təkdə olan isimdən gedirsə, avtomatik onun yaykalı apostrof S-ə düzələcək. Yəni, burada apostrof S-in Azərbaycan dilinin tərcüməsi ın, in, un kimi olacaq. Məsələn, nümunəyə baxaq. A scientist invention, alimin ixtirası. Buradakı in ingilis dilində apostrof S-dir. A doctor's salary, həkimin maaşı. Həkimin burada in apostrof S-dir. Və ya da demək istəyirəm ki, Alexin maşını. Alex yazıram və maşın yazıram, düzdürmü? Bunun tərcüməsi Azərbaycanda belə olur. Alex maşın. Uyğun gəlmir axı. Demək lazım ki, Alexin maşını. Siz onu demək istəyirsinizsə, avtomatik bura apostrof S əlavə etməlisiniz. Deməli, əgər ismimiz canlı və təkdə olarsa, onda avtomatik yaykalı apostrof S ilə düzəlir. Bəs yaxşı, ismimiz cəmdə olarsa, onda necə olacaq? İsmimiz cəmdə olanda biz uşaqlar onun yaykalını yalnız və yalnız apostrof artırmaqla düzəldirik. Məsələn, burada nümunəyə baxsaq, scientist inventions. Görürük ki, burada scientist cəmlənib, ona görə yalnız biz apostrof verdik. Və ya da doctor's salary. Salaries. Burada da doktor sözü cəmlənib deyə yalnız və yalnız biz apostrof S verdik. Növbəti qeydə keçməmişdən öncə mən sizə belə bir şey demək istəyirəm ki, uşaqlar, ingilis dilində hansı sözün sonunda qoşa S gördünüzsə, o sözün tək olması deməkdir. Yəni, ismin tək olması deməkdir. Bir dənə o qaydanı indi sizlər üçün boş bir vərəq açıb izah edəcəm. Gəlin bu niyə səhv olduğunu da izah edeyim ki, tam aydın olsun sizə. Məsələn, burada görürsünüz ki, scientist sözü cəmlənib. Cəmlənəndən sonra yenə də apostrof S veriblər. Xeyr, cəmlənəndən sonra yalnız və yalnız apostrof vermək kifayət edir. Və ya da doctor's salaries. Burada yenə doktor sözü cəmlənib. Burada da apostrof S veriblər. S olmamalıydı. Yalnız və yalnız apostrof olmalıydı. İndi gəlin qayda qeydimizə. Bəs niyə görə biz deyirik ki, sonu qoşa S ilə bitən bütün isimlər təkdir? Yəni, biz necə qaydalar var ki, onu əzbərləməlisiniz. Məsələn, istisnalar varsa, bunu mütləq əzbərləməlisiniz ki, məsələn, deyirik ki, təbiət hadisələrlə bağlı, təbiətlə bağlı olan isimlərimiz sayılmır. Amma istisnalar nə var idi bizdə? Məsələn, a cloud bulut sayılırdı, a wind külək sayılırdı, an earthquake zəlzələ sayılırdı, a storm fırtına sayılırdı və ya da a ray şüa sayılırdı. Yəni, bu əzbərdir. Yəni, bu mütləq əzbərləməlisiniz, çünki başqa bir üsulu yoxdur. Amma bəzi qaydalarımız da var ki, siz onu əzbərləməyinizə ehtiyac yoxdur. Yəni, sadəcə olaraq anlasanız sizin üçün çox rahat olacaq. Gəlin bir dənə boş vərəq açım. Gəlin bəs bu nədir? Deməli biz deyirik ki, əgər sözünüz ismin sonu S, double S, SH, GH, TGH, XO, Z ilə bitərsə, onda biz bu isimləri cəmləmək üçün üzərinə ES əlavə edirik. Gəlin məsələn nümunələrimizə baxaq. E-bus. Bunu cəmləmək üçün avtomatik olaraq biz ES əlavə edəcəyik. Niyə? Çünki sonu S ilə qutarıb. Və olacaq nə? Buses. Və yaxud da ki, məsələn, stəkan sözünü götürə bilərik. E-glass yazırıq. Yenə, bunu da cəmləyəndə biz ES-dən istifadə edəcəyik. Çünki sonu qoşa S ilə bitib. Olacaq glasses. Bəs yaxşı, niyə görə biz, məsələn, bu sözü götürək, indi actress sözünü, an actress. Niyə görə bəs burada bu deyirik ki, təkdir? Uşaqlar, bəzən deyirlər ki, bu axı cəmdir. Deyirəm, niyə cəmdir? Şagirddən soruşuram. Deyir ki, bəs axı sonunda qoşa S var, olsun. İndi, əgər bunu belə anlayırsınız ki, buradakı S, sonuncu S hərfimiz, S-imiz cəmdirsə, bəs onda axı səhv olacaqdır. Yaxşı, onda sözün kökü belədir. Yəni, əgər elə deyirsinizsə, actress-dir, düzdürmü? Biz onda cəmləyəndə sonu S ilə bitdiyinə görə nə əlavə eləməli idik? Buradakı yuxarıda nə deyir? Deyir ki, bu hissəciklərlə qutarsa, bu hərflərlə qutarsa, cəmləyəndə ES əlavə olunur. Deməli, onda siz ES əlavə eləməliydiniz. Axı, belə bir sözümüz də yoxdur, bu səhv alınır. Deməli, sözün sonu qoşa S ilə bitirsə, avtomatik həmin ismimiz təkdir.
Davam edək. Və tək isimdə olduqlarına görə yəqin hallarda hər zaman nə düzələcək? Apostrof s ilə. Məsələn baxsaq, waitress service, hostess hospitality, actress role. Hər üçündə gördüyünüz yəqin halında nə düzəldi? Apostrof s ilə. Sonra davam edirik digər nüansımızdan. Uşaqlar yuxarıda qeyd edirik ki, isim cəmdədirsə biz onun yəqin halını sadəcə apostrofla düzəldirik. Amma bizdə istisnal təşkil edən bəzi hallar var. Gəlin xatırlayaq irregular plurals, yəni qaydasız cəmlənən isimləri. Bunlar hansılar idi? A man, man, a woman, woman, a foot, feet, a goose, geese, a tooth, teeth, a mouse, mice, a louse, lice, an ox, oxen, a child, children. Uşaqlar, burada ümumilikdə 18 dənə ismimiz var və bu 18 dənə ismin təki cəmi fərqi yoxdur. Hər bir halda yəqinlər apostrof s ilə düzələcək. Onsuz da siz deyəcəksiniz ki, saləblən tək isimlər onsuz apostrof s ilə düzəlir də. Məsələn, baxsaq ki, demək istəyirəm ki, kişinin papağı, düzdürmü? Olacaq a man's hat. Bunu bilirik. Amma indi burada bizdə men cəmdə axı. Cəmlərdən deyirik, nəyə veririk? Yalnız və yalnız apostrof. Siz bu forma belə versəniz yanlış olacaq. Yadda saxlayın ki, irregular pluralsda hər birinin həm təkin, həm də cəmin yəkalı apostrof s ilə düzəlir. Gəlin indi buradakı nümunələrə baxaq. Children's rooms. Uşaqların otaqları. Bəli, doğrudur. Çünki children apostrof s düzəlir. Men's caps. Kişilərin papaqları. Women's hats. Qadınların şləpaları. Bəs yaxşı, bunlar niyə yanlışdır? Gəlin o nüanslara baxaq. Burada children s qəbul edib. İngilis dilində heç vaxt bu sözlər s qəbul edə bilməz. Men s qəbul edib. Woman s qəbul edib. Ona görə səhvdir. Bu üçünün səhvi odur ki, bunların yəkalı apostrof s ilə düzəlir. Burada apostrofu veriblər, amma s-lərimiz yoxdur. Həmçinin buna aiddir bizdə uşaqlar 4 dənə heyvan adımız, hansı ki təkləri və cəmləri eyni idi. A sheep, sheep, a fish, fish, a deer, deer, a swine, swine. Görürsünüz, bunların tək və cəmlərinin yazılış formaları eynidir. Düzdür, bunların əlavə olan başqa sözlər də var. Amma sizin proqramda daha çox istifadə olunan heyvan adlarıdır bu 4 dənə olan. Amma məsələn, burada daxildə a means, means, bunları da istifadə edə bilərsiniz. Demək, bunların da uşaqlar təkinin və cəminin yaykalı yalnız və yalnız apostrof s ilə düzələcək. Çünki bunlar da s qəbul etmirlər. Məsələn, gəlin bu iki nüansa baxaq görə niyə səhvdir? Məsələn, burada deer s qəbul edib deyə səhvdir. Burada sheep s qəbul edib deyə səhvdir. Bunların təkinin və cəminin yaykalı hər zaman apostrof s ilə düzəlməlidir. Sonra davam edir nə ilə? Uşaqlar, biz ki, people sözü iki mənada istifadə oluna bilər. Bir mənası, hansı ki, daha çox mənası bu formada istifadə olunur. Cəmaat, insanlar mənasında. Digər mənası xalqdır. Bəs yaxşı, bunların yaykalı necə düzələcək? Gəlin buradan sizin üçün qeyd edək. Bilirsiniz ki, insanlar cəmaat mənasında people bu formada olur. Nə siz bunu insanlar cəmaat mənasında belə görə bilməzsiniz və yaxud da ki, insanlar cəmaat mənasında belə görə bilməzsiniz. Və uşaqlar, bu people insanlar cəmaat mənasına yaykalı apostrof s ilə düzəlir. Amma people xalq mənasında bu formada istifadə oluna bilər. A people da deyə bilərsiniz, peoples da deyə bilərsiniz. Bu xalq mənasındadır. Onda avtomatik olaraq, müvafiq olaraq a people təkdir deyə apostrof s, peoples cəmdir deyə yalnız və yalnız apostrof veririk. Gəlin qayda nümunələrə baxaq. Those people's great. O adamların, insanların xəsisliyi. Məsələn, these people's independence. Bu xalqların müstəqilliyi. Davam edirik. İndi isə davam edəcək uşaqlar biz cansız isimlərin yaykalı ilə. Cansız isimlərin yaykalı bu formlarla düzəlir. Noun plus of plus noun. Yəni isim, of, isim düsturu ilə düzəlir. Amma yadda saxlayın ki, İngilis dilindən Azərbaycan dilinə bu düsturu, bu formularını elə tərcümə edəndə əks formada tərcümə edəcəksiniz. Bu nə deməkdir? Yəni nə demək istəyirəm? Gəlin bir dənə də boş verə qaçım. Tam sizə aydın olsun. Məsələn, deyirəm ki, the key of the car. İndi bunu siz Azərbaycan dilinə tərcümə eləyəndə avtomatik sondan əvvələ gələcəksiniz. Olacaq maşının açarı. Və yaxud da gəlin əksini yazaq. Demək istəyirəm ki, otağın qapısı. Bəs yaxşı, mən bunu Azərbaycan dilində İngilis dilində necə tərcümə eləyim? Elə biz sondan başlayacaqsınız. Birinci yazacaqsınız qapısı hissəsini, yəni olacaq the door. Sonra in, un mənasında əlbəttə ki, of istifadə edirik. Sonra isə otağın hissəsi gələcək sona. Olacaq the room. The door of the room. Yəni bunu mütləq yadda saxlayın. Gəlin buradakı nüansa baxaq. Nəyimiz var? Məsələn, bura baxsaq. The door of the room, otağın qapısı. The key of the car, maşının açarı. The cover of the book, kitabın özü. Gördünüz ki, hər üçündə biz sondan əvvələ doğru gedirik.
Burada bir qeydimiz var, düzdür. Bundan çox da siz qarşılaşmırsınız testlərdə və yaxud da ki, hər hansı bir mətnlərdə çox da rastlaşmırsınız. Amma bunu yenə də sizə izah edeyim. Uşaqlar, biz dedik ki, canlıların yayıq halı, əgər canlı təkdədirsə apostrof s, cəmdədirsə apostrof veririk. Cansızlarda isə off olur. Amma yada saxlayın ki, bəzi hallarda off ilə canlıların da yayıq halını düzəltmək olur. Məsələn, bura baxsa, the flat of my sister. Mənim bacımın mənzili. Görürsünüz? Yəni bunu həm siz apostrof s ilə də verə bilərsiniz, həm də off-la. Amma sizin proqram daha çox canlıları nə ilə veririk? Əlbəttə ki, apostrof s və yaxud da ki, yalnız apostrofla. Davam edirik mürəkkəb isimlərin yayıq halından. Uşaqlar, mürəkkəb isimlərin yayıq halı mürəkkəb sözün sonuna apostrof s artırmaqla düzəlir. Məsələn, buradakı nümunəyə baxaq. Brother-in-law's shop. Yəni, brother-in-law qayın deməkdir, mürəkkəb bir isimdir. Gördünüz, yayıq halı necə düzəldi? Sonuna apostrof s artırmaqla. Bəs yaxşı, bunlar niyə səhvdir? Məsələn, burada niyə problemimiz var? Götürüb brother apostrof s artırıb. Olmaz axı, son artırmaq lazım idi. Məsələn, burada da eyni formada həm brother cəmləyib, həm də ki, apostrofu ortaya artırıb deyə olmur. Burada isə problem odur ki, brother-in-law apostrof s olmalıdır. S apostrof olmaz. Davam edirik 5-ci qaydamızdan, hansı ki, testlərdə çox-çox qarşınıza çıxacaq hissələrdən biridir. Bunu yada saxlamaq lazımdır. Uşaqlar, elə situasiyalar olur ki, eyni bir isim, bu ola bilər əşya və yaxud da varlıq, cümlədə 2 və daha çox adama eyni anda məxsus ola bilər, yəni ortaq ola bilər. Bəs yaxşı, biz onda bunların yayıq halını necə düzəldirik? Uşaqlar, yada saxlayırsınız. Əgər sözü gedən isimimiz, yəni bəhs etdiyimiz isim təkdədirsə, onda apostrof s yalnız və yalnız sonuncu isim artırılır. Bu nə deməkdir? Məsələn, burada sözü gedən isimimiz cardır, maşın. Maşın sözümüz tək olduğuna görə biz apostrof s-i yalnız və yalnız sonuncu ismi artırırıq. Məsələn, burada John artırmadıq, yalnız Jack'i artırdıq. John and Jack's car is in front of the building. John və Jack'in maşını binanın qarşısındadır. Bu deməkdir ki, bir dənə maşın var və John və Jack onun elə bir ortaqdır da, yəni bir dənə maşından hər ikisi istifadə edirlər. Bəs buradakı məsələn nüansımız niyə səhvdir? Burada car-sı cəmləyiblər, amma yalnız axırıncı apostrof s veriblər. Bu yanlışdır. Aydındır? Deməli, sözü gedən ismimiz təkdirsə, yalnız və yalnız sonuncuya apostrof s artırırıq. Məsələn, yazmaq istəyirəm ki, Alex və Maria'nın kitabı. Alex and Maria book. İndi hələ apostrof s-i qoymuram. İndi necə təyin edirik? Buradakı əsas ismimizə baxırıq. Görürük ki, əsas ismimiz təkdir. Tək olduğuna görə apostrof s-i yalnız və yalnız sonuncuya artırırıq. Bu deməkdir ki, Alex və bir kitab var və Alex və Maria hər ikisi ortaq şəkildə istifadə edirlər. Bəs yaxşı, sözü gedən isim, ola yenə dediyim kimi əşya və yaxud da varlıq, adı çəkilənlərin hər birinə ayrı-ayrılıqda aiddirsə, yəni ortaq deyilsə, onda nə baş verir? Onda nə edirsiniz? İsim avtomatik olaraq cəm olmalıdır və hər birinə apostrof s verməlisiniz. Məsələn, bu nümunəyə baxaq. Burada görürük ki, cars burada cəmdir. Cəm olduğuna görə hər bir sözü gedən isimimizə, yəni şəxsimizə nə verdik? Apostrof s. Bəs məsələn, burada niyə görə səhvdir? Hər ikisinə apostrof s verib, amma car təkdir. Yəni, qısa olaraq belə yada saxlayırsınız ki, əgər sözü gedən isimimiz, məsələn, burada car idi, təkdirsə, sonuncu apostrof s. Cəmdirsə, bütün hamısına apostrof s verməlisiniz. Gəlin nəticəyə baxaq. Bu tip testləri həll etmək üçün ismin tək və cəm olmasına baxmaq kifayətdir. Bəli, mən artıq dedim sizə. Əgər isim təkdədirsə, apostrof s tək olacaq və yalnız sonuncu ismə əlavə olunacaq. Əgər isim cəmdədirsə, onda hər birinə apostrof s əlavə olunacaq. Məsələn, bu nümunələrə baxsaq, flat burada təkdir, sonuncu apostrof s əlavə olundu. Burada flat cəmdir, hər birinə apostrof s əlavə olundu. Amma iki şey yada saxlamaq lazımdır. Hansı ki, burada iki şeyimiz elə bir növ istinalıq təşkil edir. Bir, bədən üzvlərimiz ortaq ola bilməz. Məsələn, iki şəxsdir. Biz iki şəxsin bir gözü deyə bilmərik. Məsələn, Alex and Tom I deyə bilmərik. Bir dəqiqə şey olur. Bunu hələ buradan silim. Ondan bağlı onsuz da sizə qeydlər yazdıracağım. Hələ bunu silək. Məsələn, deyə bilərsiniz ki, axı burada düzdür. I sözümüz, yəni ismimiz təkdir. Ona görə axırıncı apostrof s verdik. Amma uşaqlar fikirləşsək ki, iki şəxs bir gözdən ortaq formada istifadə edə bilər. Xeyr. Ona görə də bədən üzvüdür deyə avtomatik cəmlənməlidir və hər birinə apostrof s artırmaq lazımdır. Bu ola bilər 3 nəfər. Məsələn, bir dənə gəlin bunu 3 nəfər eləyək. Alex, Tom's and Maria's Ice. Burada da məsələn yenə Ice cəmdədir deyə 3 dənə ismimiz vardı. Hər birində də apostrof s əlavə elədik.
Bir də ki, uşaqlar, sayıla bilməyən isimlər cəmlənməz, bunu da bilirsiniz. Məsələn, bu nüansa baxaq. Uşaqların ən çox səhv elədiyi nüanslardan biri budur ki, deyirəm ki, bu belə deyək də cümləmiz doğrudur, deyirlər yanlışdır. Deyirəm, niyə yanlışdır? Deyir, axı burada hair sözümüz təkdir. Tək olduğuna görə yalnız apostrof s artırmalıyıq. Uşaqlar, saç ortaq ola bilməz axı. Hə, ola bilər bir insanın, digər insanın saçı tamamilə bir-birinə bənzəsin, rəngi də oxşar ola bilər. Amma eyni heç ola bilmir axı. Və biz bunu niyə cəmləyə bilmirik? Çünki sayılmayan isimdir. Sayılmayan ismi cəmləməyə bizlərə icazə verilmir. Yəni gördünüz ki, söhbət hairdən gedir. Hair olan kimi avtomatik olaraq bütün isimlərə apostrof s verməlisiniz. Deməli, buradan yazılıb gəlin oxuyasınız üçün. Bu cümlədə isim, yəni hair saç təkdir. Deməli, apostrof s yalnız sonuncu şəxsə əlavə olunmalıdır. Lakin hər iki şəxsə əlavə olunub. Çünki saç bədən üzvüdür və ortaq ola bilməz. Hərənin öz saçı var, deməli hərənin öz apostrof s-i var. Artıq izah eləmişəm sizin üçün. Sonra buradan bağlı bir şey olar. Bəzi nüanslar demək istəyirəm. Gəlin bu hissədə qeyd edeyim. Nə nüansımız var? Bu halın pozulduğu, hansı ki dediyi isimimiz təkdirsə axırıncı apostrof s verilir. Cəmdirsə hamısına verilir. Amma bu hal bir versiya var ki, onda pozula bilər. Bu da ailədən söhbət gedəndə nə nüansımız var? İndi yazacağım sizin üçün. Məsələn, demək istəyirəm ki, Alex və Tomun anası. Yəni, Alexlə Tom qardaşlar və onların əlbəttə ki, bir ortaq anaları var. Amma demək istəyirəmsə, Alex and Tom's mothers. Bu o deməkdir ki, onlar qardaş deyirlər və avtomatik onların anaları da fərqlidir, düzdürmü? Bu nüansı artıq bilirsiniz. İsim təkdədir deyə sonuncuya artırdıq, cəmdədir deyə hamısını. Amma bizim bir nüansımız var ki, onda bu hal pozula bilir. O nüansımız hansıdır? Gəlin baxaq. Məsələn, demək istəyirəm ki, Alex and Tom parent. Sonra və yaxud da ki, demək istəyirəm ki, bunları yazım, da apostroflarla əlavə eləyəcəm. Tom parents. Və yaxud da ki, yenə demək istəyirəm ki, Alex and Tom parents. İndi burada necə olacaq? Deməli, birinci hissədə görürük ki, parent təkdir deyə, avtomatik tək olduğuna görə apostrof s sonuncu artırılacaq. Bunu bilirik. İkinci nüansa necə baxırıq? Burada parent cəmdir deyə, cəm olduğuna görə avtomatik bilirik ki, hamısı apostrof s əlavə olmalıdır. Amma uşaqlar, burada parent hissəsində apostrof s yalnız sonuncuya da əlavə oluna bilər. Niyə indi sizin üçün izah edeyim? Alex və Tomun valideynləri. Bu o deməkdir ki, Alex və Tom qardaşlar və onların valideynləri var. Valideyn nə deməkdir? Biz valideyn deyəndə avtomatik yadımıza nə gəlir? Dad and mom. Yəni ata və ana. Yəni iki nəfərdən danışırıq da. Bu o deməkdir ki, yəni biz onu avtomatik olaraq yalnız sonuncuya apostrof s verməyimizə icazə var. Yenə deyirəm, yəni onlar qardaşlar və qardaş olduğuna görə iki dənə onların valideynləri var. Anası və atası. Yəni bu hal, bu versiyamız doğrudur. Yəni aydındır. Bunu mütləq yadda saxlayın. Bu versiya həm də children-a da aid ola bilər. Gəlin, məsələn, children-la bağlı bir nüans yazım sizin üçün. Bir dəqiqə, buradan. Bir dəqiqə, boş verək, açaq. Məsələn, children-la bağlı. Deyə bilərik ki, Alex and Maria children. Alex and Maria children. İkisini eyni yazıram. İndi izah edəcəm ki, necə olacaq. Uşaqlar, ola bilər ki, hər ikisini apostrof s artırasınız. Və yaxud da ola bilər ki, yalnız sonuncuya apostrof s artırasınız. Bu nə deməkdir? Birinci o deməkdir ki, Alex və Maria fərqli insanlardırlar. Yəni onlar bir ailə üzvü deyirlər və onların uşaqları var. İkinci versiyada o deməkdir ki, Alex və Maria həyat yoldaşıdırlar. Yəni biri wife'dir, biri husband'dır və onların da ortaq məsələn 2 dənə uşaqları var. Bu formada. Yəni bunu hardasa görsəniz, bilin ki, bir dənə istisnalıq burada təşkil edir. Başqa amma nüanslarda necədir? İsim təkdədirsə, sonuncuya apostrof s, cəmdədirsə, hər birinə apostrof s artırmaq lazımdır. Davam edirik. Bəs yaxşı, ingilis dilində apostrof s-i görəndə hər zamanmı gərəkaldır? Uşaqlar, apostrof s nə ola bilər? Gəlin sizin üçün qeyd edeyim, görək. Apostrof s ingilis dilində nə ola bilər? Biri ola bilər possessive case, yəni gərəkal. Apostrof s ola bilər is-in qısaltması. Apostrof s ola bilər was-in qısaltması. Apostrof s ola bilər has-in qısaltması. Apostrof s ola bilər as-in qısaltması. Bəs yaxşı. Bir dəqiqə, bu biraz sərgəz salındı. Qələmi tez-tez yazırdı. Aha. Deməli, apostrof s oldu. Gərəkal ola bilər, is-in, was-in, has-in, as-in qısaltması ola bilər. Bəs yaxşı, biz bunu necə aid eləməliyik?
Apostrof S-in yəyi kal olması üçün bizim 3 qızıl qaydamız var. O 3 qızıl qaydanı tətbiq eləsəniz, hər zaman siz yəyi kal tapa biləcəksiniz. 1. Apostrof S yalnız ismi artırılmalıdır. Yəni, məsələn, Alex apostrof S ola bilər, my brother apostrof S ola bilər. Məsələn, bunlar nəyə görə yəyi kal deyil? Burada let feili artırılıb, burada he şəxs əvəzindən artırılıb, burada that işarə əvəzindən artırılıb, burada where, what, which, who, bunlar bizim sual əvəzliklərimizdə apostrof S onlara artırılıb və yaxud da burada there is-dir. Yəni, bunlar yəyi kal deyirlər. Niyə? Çünki apostrof S ismi artırılmayıb. İkinci qaydamız. Apostrof S-dən sonra isim gəlməlidir. Yəni feildir, zərf və yaxud da başqa şeylər gəlsə bu yəyi kal sayılmır. Amma bir dənə bunu yadda saxlayın ki, uşaqlar, biz bilirik ki, isim olan yerdə ismin qarşısında təyin edici kimi həm sifət istifadə oluna bilər, həm feil sifət istifadə oluna bilər, həm say istifadə oluna bilər. Bunlar da yəyi kal hesab olunur. Amma digər hissələr gəlsə yəyi kal hesab olunmur. Bir də cümlədə mütləq ayrıca bir xəbərimiz olmalıdır. Siz bu 3 qızıl qaydanı yadda saxlanırsanız, yəyi kal rahatını tapa biləcəksiniz. Məsələn, bu nümunələrə baxaq. Mary's house is in the street. Məsələn, bu düzgündür çünki apostrof S ismi artırılıb. Diana's old photo was placed above the bed. Bu da doğrudur çünki yəyi kal 2 isim arasında olmalıdır və burada da bizim 2 ismimiz var. Diana'nın şəkli. Sadəcə ortaya sifət əlavə olunub da Diana'nın köhnə şəkli. Və yaxud da Kate's newly published novel. Bu da yəyi kaldır çünki 2 isim arasındadır. Kate'in hekayəsi belə də romanı. Sadəcə yəni ortasında burada feil sifət əlavə olunub. Yəni yeni nəşr olunmuş romanı. Və yaxud da məsələn burada say gəlib, rəqqasın ilk göstərişi. Yəni bunlar da yəyi kal hesab olunur. Cernunla da bağlı sizə ətraflı nümunədə izah eləyəcəm. Deməli, bir də təkrarlayım. Nə zaman yəyi kal olacaq? Apostrof S ismi artırılmalıdır. Apostrof S-dən sonra isim gəlməlidir və cümlədə ayrıca bir xəbərimiz olmalıdır. Bəs yaxşı, nələr yəyi kal hesab olunmur? Bilirsiniz ki, uşaqlar, siz imtahanda yalnız biliyinizi ortaya qoymursunuz, həmçində vaxtın idarə edilməsinin üzərində işləyirsiniz. Yəni, siz onda oturun, məsələn, ingilisini 2 saata yazsanız, əlbəttə ki, digər fənlərinizə vaxt qalmayacaq. Və yaxud da ki, siz riyaziyyatı 2 saata yazsanız, digər fənlərinizə tam vaxt qalmayacaq. Deməli, siz həmçinin də xüsusi bir tip, belə deyək də, və yaxud da ki, hilələr bilməlisiniz ki, testləri test şəkildə də işləyə bilərsiniz. Əgər gördünüz ki, apostrof S-dən sonra əvəzlik gəlibsə, istənilən bir növ əvəzlik. İşarə əvəzliyi ola bilər, yəyi kal əvəzliyi ola bilər. Avtomatik bu yəyi kal deyil. Məsələn, burada apostrof S-dən sonra ma gəlib, deməli bu nəyin qısaltması is-in. Agatha Christie is my favorite writer olur. Və yaxud da ki, yalnız və yalnız sifət gəlibsə, onda yəyi kal olmur. Dedik axı, yəyi kal 2 isim arasında olmalıdır. Bu successful-dan sonra bizim ismimiz yoxdursa, demək onda bu yəyi kal deyil. Sonra apostrof S-dən sonra artikellar gördünüzsə, and fərq yoxdur. Deməli, avtomatik bu yəyi kal deyil. Apostrof S-dən sonra söz önlər in, on, at, above, below, between, among fərq yoxdur. Hansını görürsə görün, yəyi kal deyil. Apostrof S-dən sonra say, rəqəm gəlirsə, yəyi kal deyil. Məsələn, burada görürük, başqa bir ismimiz yoxdur. Onda bəs yəyi kal olmur axı. Apostrofdan sonra feil sifət gəlirsə, sadəcə feil sifət demək, belə deyək də, ümumi olaraq feil pasportu formada istifadə olunursa, bu yəyi kal deyil. Apostrof S-dən sonra got gəlirsə, bu has gotun qısaltmasıdır. Apostrof S-dən sonra bin gəlirsə, bu has-in qısaltmasıdır. Apostrof S-dən sonra zərf gəlirsə, bu da avtomatik olaraq bizdə yəyi kal sayılmır. Very, always, often, already, just, belə deyək də, adverb for frequency, yəni zaman zərflərimiz gəlirsə, bunlar yəyi kal hesab olunmur. Is going to, bu avtomatik görürük ki, is-in qısaltmasıdır, yəni to be-nin qısaltmasıdır. Və yaxud da ki, to be fond of, biz bilirik ki, bu to be-nin birləşməsidir. Deməli, bunda apostrof S, is-in və yaxud da was-un qısaltmasıdır. Sonra eager to da to be-nin birləşməsidir. Let us deməkdir. Uşaqlar, gördünüz ki, let apostrof S var. Bu bilin ki, let us-ın qısaltmasıdır. Sonra bu it's-in qısaltmasıdır. Bu there is-in və yaxud da there was-un qısaltmasıdır. Və apostrof S-dən sonra not və yaxud da here gəlirsə, bilin ki, bunlar yəyi kal deyil. Yəni, sizin üçün burada müəllif nə edib? Ümumi bir cədvəl şəklində verib ki, yəni bu cədvəlin içərisində olanlar yəyi kal hesab olunmur. Davam edirik. Apostrof S-dən sonra təkcə sifət gələrsə, bu yəyi kal hesab olunmur. Məsələn, burada görürük ki, apostrof S-dən sonra yalnız sifət gəlib. Yəni, ismimiz yoxdur. Bu yəyi kal deyil. Amma ikinci nüansımızda isə apostrof S-dən sonra ismimiz var. Deməli, bu yəyi kaldır. Cənab Smith'in köhnə şəkli. Bayaq qeyd edim ki, sizə Cernunla bağlı məlumat verəcəm. Gəlin ona baxaq. Uşaqlar, apostrof S-dən sonra ing gəlibsə, bu həm yəyi kal ola bilər, həm də olmaya bilər. Ən rahat yolu
Əgər apostrof S-dən sonra başqa bir xəbərimiz varsa cümlədə, avtomatik bu yəki haldır. Yox, cümlədə başqa bir xəbərimiz yoxdursa, deməli onda elə ING-miz xəbərin bir hissəsidir. Yəni davam edici zamandır və davam edici zamanın bir hissəsidir. Gəlin bu nümunələrə baxaq. David smoking worried his parents. Məsələn, burada bizdə yəki haldır. Niyə? Çünki cümləmizdə başqa bir xəbərimiz var. Amma ikincidə isə cümlədə başqa bir xəbərimiz yoxdur. Deməli bu is smokingin və yaxud da ki was smokingin qısaltmasıymış. Yəni bir sözlə apostrof ilə işlənən cümlədə xəbər yoxdursa, apostrof özü xəbərdir və bu cümlə yerlik halda deyil. Ümid edirəm ki, bu hissə sizə tam aydındır. İndi sizə sualım budur ki, mənə elə bir nümunə yazırsınız ki, yəni hər ikisində apostrof S-dən sonra ING gəlsin, ING söz gəlsin. Amma birində yəkal olsun, birində isə xəbərin bir hissəsi olsun. Davam edirik ad və soyadların yəkalı ilə. Uşaqlar, ad və soyadların yəkalında bilirsiniz ki, əgər adın qarşısında Mr. və yaxud da Mrs. varsa, bu avtomatik onun tək olduğunu bildirir. Biz ki, kişilərlə Mr. yəni cənab istifadə olunur. Qadınlarla bu formalarda istifadə oluna bilər. Hər üçü istifadə oluna bilər. Yəni, haradasa görsəz, çaşıb donub qalmayın. Gördünüz ki, sözün qarşısında Mr. Mrs. varsa, avtomatik olaraq onun yəkalı ismimizdə apostrof S artırmaqla düzəlir. Məsələn, Mr. Brown's place, Mrs. Smith's children. Bəs bu niyə formalar yanlışdır? Çünki qarşılarında Mr. Mrs. var, amma cəmləyiblər. Digər nüansa baxaq. Əgər bütöv bir ailədən söhbət gedirsə, məsələn, demək istəyirəm ki, İbayevlər. Onda necə olacaq? D. İbayevs, Əliyevlər, D. Əliyevs, Məmmədovlar, D. Məmmədovs. Düzdürmü? Bunda avtomatik bunların yəkalını düzəltmək üçün bilirsiniz ki, bunların qarşısında D artiklı mütləq olmalıdır. Həmin də soyadını inirsiniz, cəmləyirsiniz və yalnız apostrof verirsiniz. Məsələn, baxaq bura. Blacklərin bağı, The Black's Garden. Wilmotların evi, The Wilmot's House. Fordların maşınları, The Ford's Cars. Bəs bunlar niyə səhvdir? Birincidə məsələn D verib, yəni burada deməli ailədən söhbət gedib, amma apostrof S verib. Bu nə olmalıydı? S apostrof. İkincidə də eyni problemdir, S apostrof olmalıdır. Üçüncüdə də eyni problemdir, S apostrof olmalıdır. Nəticədə nə olur? Əgər sözün əvvəlində D varsa, o zaman sözün sonunda S cəm şəkilçisi olmalıdır. D yoxdursa isə S olmur. Sonra digər nüansımıza keçirik. Digər nüansımız nədir? Bir də mən burada sizə bayaq ki, bu nüansı yuxarıdakini demədik, qeyd yazırdıq deyə. Bu qeydi ilə bağlı mən sizə bir şey demək istəmiş olar. Bəzi adlar var ki, o adların sonu S ilə bitə bilir. Məsələn, Şəms adı görürsünüz ki, sonu S ilə qutarıbdır. Yəni, Şəms normal halda ingiliscə bu formada yazılır, düzdürmü? Şöyle bunun yəkal iki cür düzələ bilər. Ya apostrof S verə bilərsiniz və yaxud da ki, sadəcə olaraq apostrof verə bilərsiniz. Hər iki versiya doğrudur. Yəni, haradasa görsəniz, yəni bu hər iki versiyada yazmanız doğru qəbul olunur. Okey, davam edirik. Biz bayaq dedik ki, yəkal iki isim arasında olur. Amma uşaqlar, bəzi hallarda ikinci ismimiz ixtisara düşə bilir. Bilirsiniz ki, zaman keçsə görürsünüz ki, uşaqlar ingilis dilini nə qədər qısalmağa başlayır. Yəni, ingilislər danışan zamanı özlərini belə deyək də yormamaq üçün bacardığı qədər qısa birləşmələr formada istifadə edirlər. Və bu da avtomatik olaraq bizdə qaydalarda da öz əksini tapır. Məsələn, bu hal nədir? Bəzi birləşmələrimiz var ki, məsələn, onlar içərisində elə bir home, shop və yaxud office kimi sözlər istifadə oluna bilər. Amma onu istifadə eləməsəniz də doğrudur. Məsələn, deyirəm ki, əmim gəldi, düzdürmü? Onun ingiliscəsində sadəcə olaraq at my uncle's desəniz doğrudur. Mən demirəm ki, siz buna at my uncle's home desəniz səhvdir. Xeyr, o da doğrudur. Amma yəni siz onu homesuz da istifadə eləsəniz doğrudur. Və yaxud da ki, xalam gəldi, at my aunt's, nənəm gəldi, at my granny's, babam gəldi, at my grandfather's. Və yaxud da dostum gəldi, at my friend's, Kate gəldi, at Kate's. Alex gildə, at Alex və s. Yəni, bunu haradasa görsəniz, demin ki, bu yəkal səhv deyə. Uşaqlardan soruşuram ki, bəs niyə bunu səhv qəbul edirsiniz? Deyir ki, bəs apostrof S-dən sonra qeyd eləmişsiniz ki, mütləq isim gəlməlidir. Bəli, doğru deyirsiniz, apostrof S-dən sonra isim gəlməlidir. Görürsünüz, bunların da isimləri var. Amma sadəcə necədir? Elə bir görünməz olublar. Yəni, bunlara istifadə eləməsək də başa düşürük ki, nə deməkdir? Məsələn, desəm ki, Alex apostrof S, onda olur nə Alex'in? Deyirsiniz, müəllim, Alex'in nəyi? Məsələn, deməliyəm Alex'in maşını, Alex'in pulu, Alex'in kitabı, düzdürmü? Amma desəm Alex gildə və ya da əmim gildə avtomatik başlayıcısı, yəni onların evlərində. Və bunlar da ola bilər. Məsələn, at the butcher's ət dükanında, at the baker's çörək dükanında, at the chemist's ərzəxanada, at the dentist diş həkimində, at the grocer's ərzə dükanında,
At the Green Grocers tərəvəz dükanında. Bunları yadda saxlayırsınız ki, bunların gərək halı hər zaman nə ilə düzələcək? Apostrof s ilə. Məsələn, bunlar niyə səhvdir? Çünki bunları cəmləyiblər. Məsələn, bəs bunlar niyə səhvdir? Apostrofu veriblər, amma s-i verməyiblər. Davam edirik. Yərik halda olan ismin qarşısına gələn təyinici söz, bu artikl ola bilər, işarə əvəzliyi ola bilər, yərik əvəzliyi ola bilər və ya da quantifierslərimiz ola bilər. Bunlar hər zaman birinci ismə təsir edir. Yəni, belə bir qayda deyim, yada saxlayın. Yərik halda təyinecilər birinci sözlə, xəbər isə ikinci sözlə uzlaşır. Bu nə deməkdir? Gəlin, bununla bağlı sizə bir nümunə yazım. Burada elə boş yerimiz var. Məsələn, deyirəm ki, this doctor's advice və ya da help yaza bilərdik. Was useful. Burada baxsanız uşaqlar, təyinecimiz birinci isimlə uzlaşır. Yəni, this işarə vəznimiz doktora görə təyin olunub. Xəbərimiz isə ikinci isimlə uzlaşır. Was xəbərimiz təkdir. Niyə görə? Çünki advice də saymən ismi idi. Aydındır? Bunu yada saxlayın. İndi onunla bağlı testlərə baxacağıq. İndi burada da məsələn görürük ki, ənə görə birinci isimlərimiz tək oldu. F-dən sonra isimlərimiz cəm gəldi. Burada məsələn main'dən sonra cəm isim verməliyik. Several'dan sonra cəm isim verməliyik. Və yaxud da ki, birdən böyük rəqəmlər, 2-dən sonsuzluğa qədər cəm isim verməlisiniz. Amma birdən sonra bilirsiniz ki, tək isim gəlməlidir. This, that, 4 hərfli işarə vəzlərimizdən sonra gələn ismimiz tək olmalıdır. These, those, 5 hərfli işarə vəzlimizdən sonra, işarə vəzliklərindən sonra gələn ismimiz isə cəm olmalıdır. Bunu mütləq yadda saxlayın. Sonra, bu aşağıdakı kateqoriyadan olan isimlərin cəm formalarının qarşısında few, many, several, these, those miqdar sayıları gəlsə də, yərik hallar apostrof s ilə düzəlir. Bəx, buna artıq sizə demişəm. Çünki bunlar s qəbul etmirlər. Sonra, burada bəzi istisnalarımız var. Bunları bilməlisiniz. Bilirik ki, yərik hal iki isim arasında olur. Amma bizim 3 dənə zaman zərfimiz var ki, onlar yərik hal formasında istifadə oluna bilər. Düzdür, Azərbaycan dil tərcümələri biraz fərqlidir, amma yərik hal kimi qəbul olunur. Hansılardır? Dünən, bugün, sabah. Yesterday, today, tomorrow. Və bunların da yərik halı yalnız və yalnız apostrof s artırmaqla düzəlir. Məsələn, yesterday's flight, dünənki uçuş. Tomorrow's meeting, sabahki görüş. Today's events, bugünkü hadisələr. Bəs yaxşı, bunlar niyə yanlışdır? Çünki hər birini cəmləyiblər. Bunlar cəmlənə bilməz. Bir də uşaqlar bilirik ki, yer üzərində vahid olan şeylər var. Yəni, bir dənədirlər onlar. Hansılardır? Sun, Earth, Moon, World, Sky, Universe. Burada Sky ilə Universe yazmayıblar. Mən sizin üçün yazım. Niyə tez-tez yazıb belə sərgəsiz çıxır? Hə, Universe. Aha. Uşaqlar, bunlar hər zaman D artiklına istifadə olmalıdırlar. Ya da onsuz artikl dərsində bu haqda ətraflı məlumat verəcəm. Yer üzərində vahid olan isimlərimiz hansılardır? The Sun, The Earth, The Moon, The Sky, The World, The Universe. Bunların yərik halları da apostrof s-ə düzəlir. Məsələn, burada nə görürsünüz? The Sun Rays, günəşin şüaları. The Earth Atmosphere. The Moon's Surface, The World Birth Rate. Gördünüz, hər birində neynədik? Apostrof s verdik. Məsələn, bunlar niyə görə səhvdir? Çünki cəmlənib. Bir də bunu soyaddan qarışdırmayın. Uşaqlar ən çox bunu soyaddan qarışdırırlar. Bilirsiniz ki, soyaddan, yəni ailədən bəhs edəndə soyadın qarşısına D artikli işlənir və yərik halları s apostrof olur. Amma bu soyad deyil axı uşaqlar. Bunu siz cəmləyə bilməzsiniz. Bunlar yer üzərində bir dənədirlər. Burada da bəlkə orada qeyd etdiyim kimidir. Məsələn, E-dən sonra tək isim gəlməlidir. E, məsələn, gör tək isim. 2-dən sonra cəm isim gəlməlidir. Məsələn, yesterday apostrof s ilə düzəlməlidir və s. Bəs bunlar niyə səhvdir? E verib, minusu cəmləyib. E verib, Vix-i cəmləyib. To-dan sonra Vix cəmlənməlidir. Yesterday apostrof s olmalıydı. E-dən sonra mile apostrof s olmalıydı. To-dan sonra kilometers cəmlənməliydi. Sonra fəsillərdir, aylardır, günlərdir. Bunlar da xüsusi isim sayılırlar və hər birinin yərik halı apostrof s ilə düzəlir. Ölkə və şəhər adları da eyni formada. Və yuxarıda qeydəm ki, məsələn, The Sun-dır, The Moon-dur, The Earth-dur, The World-dur. Bunların da yərik halı apostrof s ilə düzəlir. Qaydadan bu qədər. Gəlin indi suallara baxaq. Görək ki, suallarımızda nələrimiz var. Nə oldu? Okay. Başlayaq birinci sualımızdan. Birinci sualda nə deyir? Choose the correct variant, yəni düzgün variantı seçin. Uşaqlar, A variantı ona görə səhvdir ki, woman bizdə S qəbul edə bilməz. Bu da S qəbul edib, avtomatik olaraq bu səhvdir. Birincini deməli çıxırıq. Niyə yazmadı? İkinciyə baxırıq. Policeman, bizdə menimiz var. Bu da S qəbul edib deyə avtomatik bunu çıxırıq. Üçüncüdə children, yenə S qəbul edib deyə çıxırıq. Dördüncüdə men S qəbul edib deyə çıxırıq. Y bəndi isə doğrudur. Həqiqətən də sheep
Apostrof S ilə düzəlir. Qoyunun dərisi. İkinci suala baxırıq. İkinci sualda birincisində children S qəbul edib çıxırıq. B-də women S qəbul edib çıxırıq. C bəndi doğrudur. Bizdə mən var, mənə görə apostrof S verib doğrudur. D bəndində men S qəbul edib səhvdir. Y bəndə policeman, mən S qəbul edib yanlışdır. İngiliscəsində heç vaxt mən də, woman də bu kimi irregular plurallar S qəbul etmir. Üçüncü sual sizin üçündür. Dördüncü suala baxaq. Dördüncü sualın birincisində child S qəbul edib, deməli yanlışdır. İkinci doğrudur, çünki woman apostrof S qəbul edib. Üçüncüdə mən S qəbul edib, yanlışdır. Dörddə men apostrof S qəbul edib, doğrudur. Beşinci children apostrof S qəbul edib, doğrudur. Deməli, cavabımız olur 2, 4, 5, D variantı. Beşinciyə baxırıq. Beşincidə birdə deer apostrof S verib. Burada nüansımız nədir, uşaqlar? Dedik ki, 4 dənə heyvan adımız var ki, onların təkinində, cəmində yelkalı apostrof S ilə düzəlir. Deməli, birinci doğrudur. İkincidə children apostrof S qəbul edib, doğrudur. Üçüncüdə sheep S qəbul edib, yanlışdır. Dörddə woman apostrof S qəbul edib, doğrudur. Beşdə oxen S qəbul edib, yanlışdır. Deməli, cavabımız olur 1, 2, 4, Y variantı. Altıncı suala baxırıq. Altıncı sualda A variantında D verib, Wilsons'u cəmləyib, əla. Çünki bu soyadı bildirir. Elə A variantı doğrudur. B-də Mr. bir nəfəri bildirib, amma B variantını cəmləyiblər. C-də Mrs. bir nəfəri bildirir, amma cəmləyiblər. D bəndində, Y bəndində isə D artiklından sonra soyad gəlibsə, avtomatik cəmlənməlidir. Yəni, biz orada the Whites verməliydik. 7-yə baxırıq. 7 sizin üçün olsun. 7-ni siz yazarsınız. 8-ə baxırıq. 5, 5 deməkdir. 5-dən sonra cəmisini verib, əla, doğrudur. İkincidə E-dən sonra weeks, həftə sözünü cəmləyib, yanlışdır. Üçüncüdə to, 2 deməkdir. 2-dən sonra isimiz cəmlənməli idi deyə, yanlışdır. Dördüncü doğrudur. Beşincidə isə FU-dan sonra weeks cəmlənməli idi. Deməli, bizdən doğruları istirdi deyə olacaq 1, 4, C bəndi. 9 sizin üçün sualdır, izah edərsiniz. 10-cuya baxaq. 3 months rent, bu doğrudur. Çünki 3 deməkdir, 3-dən sonra cəm isim gəlib. İkincidə 8, 8 deməkdir. 8-dən sonra ismimiz cəmlənməli idi. Üçüncüdə 5-dən sonra minus cəmlənib, əla. Dördüncü doğrudur, əla. Çünki E-dən sonra tək isim gəlməlidir. 5-də isə 2-dan sonra miles cəmlənməli idi. Deməli, cavabımız olur 1, 3, 4, o da A variantı. 11-ə baxırıq. San yer üzərində bir dənədir. Ona görə onun qarşısında the article istifadə edirik və yelkalı apostrof S düzəlir. Ona görə birinci doğrudur. İkincidə moon S qəbul edib, heç vaxt ola bilməz. Üçüncüdə earth apostrof S verib, doğrudur. Dördüncüdə today heç vaxt cəmlənə bilməz deyə, yanlışdır. Today apostrof S olmalıydı. Beşincidə yesterday apostrof S verib, doğrudur. Bizdən doğrular istirdi deyə 1, 3, 5 olur. 12-ci sualı siz izah edəcəksiniz. 13-cü suala baxaq. The White's Garden, White'ların bağı birinci doğrudur. İkincidə sheep apostrof S qəbul edib, doğrudur. Üçüncüdə E verib, miles'ı cəmləyib, yanlışdır. Dörddə D, earth apostrof S verib, doğrudur. Beşdə isə tomorrow S qəbul edilməz deyə, yanlışdır. 1, 2, 4, o da variantımız olur, D bəndi. 14-ü siz izah edəcəksiniz. 15-in deyir. Choose a correct sentence with a noun in the possessive case. Yəlik halda olan, yəlik halda olan ismin olduğu düzgün cümləni seçin. A bəndə baxırıq. After 2 years absence, Jack returned to England. Bəli, A bənd doğrudur. 2 illik yoxluqdan sonra Jack İngiltərəyə qayıtdı. 2 ildən sonra isimiz cəmlənib doğrudur. B bəndə görür ki, bu yəlik hal deyil, çünki apostrof S-dən sonra bin gəlib, bu da has been qısaltmasıdır. C bəndində apostrof S ismi artırılmayıb, əvəzliyə artırılıb. Buna görə də bu itsin qısaltmasıdır deyir, səhvdir. D bəndində apostrof S-dən sonra going gəlib və cümləmizdə hər hansı başqa bir xəbərimiz yoxdur deyə, deməli bu is going-in və yaxud da ki was going qısaltmasıymış. Yəni yəlik hal deyil. Y bəndi də avtomatik bizə qışqırır ki, bu nəyin birləşməsidir? To be-nin birləşməsi. To be, eager to. Deməli, burada ya isin ya da ki was-un qısaltmasıymış. 16-cı suala baxırıq. 16-cı sualda A-da avtomatik görürük ki, bu has got-un qısaltmasıdır. B-də görürük ki, bu is going-in qısaltmasıdır. Niyə işləmədi? Nə oldu? Bir dəqiqə. Burada niyə işləmir? C bəndində görürük ki, bu there is-in qısaltmasıdır. D bəndində görürük ki, bu to be fond of-dur. Avtomatik Y bəndi doğrudur. Çünki 8 saatlıq yuxu. Burada heç bir problem yoxdur. 17-ci sualı siz izah edirsiniz.
18-ci sualı izah edeyim. A bəndinə görə ki, bu is going to-nun qısaltmasıdır. B bəndi doğrudur. 5 illik təcrübə. C bəndində to be-nin qısaltmasıdır. Yəni is eager to-dur. D bəndində told failed deyə çıxırıq. Apostrof S-dən sonra past to gəlirsə bu yərkal sayılmır. Y bəndində isə uşaqlar işarə vəzliyimizlə birinci hissimiz uzlaşmır. That işarə vəzliyimiz təkdir, amma boys cəmdir. Burada that-in əvəzinə dos yazsaydıq, avtomatik Y bəndi doğru olardı. 19-cu sualı siz ayırırsınız. 20-ci suala baxaq. A variantında avtomatik görürük ki, bu həm there is-in qısaltmasıdır, həm də article-mız var. Deməli, hər iki versiya görə yanlışdır. B bəndində son S qəbul edib, yanlışdır. C bəndində very gəlir. Very gəlirsə apostrof S-dən sonra bu yərkal ola bilməz. D bəndində woman S qəbul edib deyə yanlışdır. Y bəndi doğrudur. 21-ci sual sizin üçündür. Bu qədər mövzudan ümid edirəm ki, hər şey sizin üçün aydın oldur. Amma yenə də nəsə sualınız olarsa, əlbəttə ki, sualınız ola bilər. Bu normal bir haldır. Çünki siz öyrənirsiniz. Öyrənmə prosedurunda səhvləriniz ola bilər, suallarınız ola bilər. Bunların hamısı çox-çox normaldır. Nə sualınız olsa mütləq qeyd eləməyi unutmayın. Hər birinizdə uğurlar.